Bir nəfər deyirdi ki, mən bir yerə yetişmək istəyirdim, plan tökdüm. Ki, məsələn, bir hədəf qoydum, ora çatmaq istəyirdim. Planımı, proqramımı tərtib elədim. Amma dağıldı proqramım. Dağıldı. Bir də ayıldım ki, həmən yerə yetişdim. Həmən yerə yetişdim. Amma Allah başqa yolla məni həmən yerə çatdırdı. Sonra deyir ki, yaxşı ki, öz təyin elədiyim yolla getməmişəm, ha. Öz təyin etdiyim yolla getsəydim, bir də yollarda qalmışdım. Mən proqram tərtib elədim, proqramım darmadağın oldu. Amma proqramı tərtib elədim, filan məqsədə yetişim. Proqram nə oldu? Dağıldı. Getdim, çatdım. Allah başqa bir proqram qurdu. Hədislərdə var ki, bəzi vaxtlar mənim təqdirim sənə tədbirvə gülür. Hədis, təqdirim sənə tədbirvə gülür. Sən tədbir töksən, təqdir edir ki, yox, başqa yol aparacaqsan, sənin xəbərin yoxdur. Sonra gəlsən başqa yolla çatırsan ünvana. Baxırsan, görürsən, nə yaxşı gəldim, çatdım bura. Sonra bir dönüş edirsən öz proqramı. Görürsən ki, mən bu proqramdan elə bir 20 il bəlkə getməliydim. Yollarda qalmışdım. Rahat yola çatmışam. Mənlə tövfiq. Allahın təşəkkürü bəzi vaxtlar tövfiqdir.